Salam dostlar, kanalıma hoş geldiniz. Ben Elmir. Bugün yeni videoyla karşınızdayım. Demek uşaqlar, bu video partlamalıdır. Sizden max derecede like istəyirəm uşaqlar. Like və yorum. Yəni bacardığınız qədər like atın və yorum yazın. Yəni yeni gələnlər də, bizi yeni tanıyanlar da bir dənə zəhmət olmasa kanala abunə olsunlar, bildirim zilini açsınlar ki biz elmaslı çarx etdikdə siz də elmaslı çarxımıza gələrək elmas qazana bilərsiniz. Neyse, şöyle gördüğünüz kimi köhnə Frafal'dır, 2018'indi. Bunun yüklənmə qaydasını göstereceğim. Sadece videonu izleyin. Ondan əvvəl bir dənə girək. Maraqlı olanlar üçün kimin marağını çəkirsə, yəni oyunun içi necədir, bir dənə baxın görüm yükləməyə dəyərmi? Yəni bunlar göstərəcəm inşallah. Gördüğünüz kimi qrafik biraz zəifdir. Zəif olacaq çünki təzə çıxan vaxtlardır. 2018, 2017 də var, onu da yüklədim amma ləzzət eləmədim nədənsə. 2018 ən yaxşısıdır. Yəni bu hissəni deyirəm də, yəni 2017 necə deyim sizə, lap köhnədir. Hələ onda Play Marketə falan çıxmamışdı. Nəysə. Deməli uşaqlar, görürsünüz buralar belə. Yəni bu etkinliyimiz də belə görürsünüz, adalardır, çayın qırağıdır, dənizdir, yəni okeandır mı, dənizdir mi, nədir bilmirəm. Amma maraqlıdır. Yəni bu video partlamalıdır uşaqlar, yəni burada old Frafali çəkirik. Yəni köhnə Frafali. Yəni xəritəmiz bu şəkildə. Bir dənə uşaqlar, okeanın ortasında bir dənə xəritəyə baxın. Əzim ölüm. Maraqlıdır, cidden maraqlıdır. Biz burada bura düşək. Kaş orada pika düşərdik, amma neysə də daha bura düşək. Şu an bunlar düşməyə bu şəkildədir, yəni o vaxtda belə düşürdü. Amma biraz tez düşdü, amma neysə. Yəni qaçmağı da bu şəkildədir, hoppanmağını falan göstərəcəm. Yəni görək yerdən silah falan tapsaq yaxşı olar. Bunu da deyim ki olar, yəni əsl Frafal deyil, yəni sadəcə moddaşdırırlar, yəni düzəldiblər. Yəni oxşatmağa çalışıblar. Bir də bunu deyim ki uşaqlar, bundan əlavə uşaqlar GTA falan da yükləyə bilirsiniz. Bunu hardan yüklədiyimi dediyim yerdən, yəni danışa bilmədim, amma nəysə. Yəni bir dənə proqramda, o proqramdan girirsiniz, bunu yükləyir. Orada tək yəni köhnə Frafal yox. Ondan əlavə olaraq GTA falan da var. Yəni bildiyiniz bütün kompüter oyunları var da orada. Yəni FIFA olsun, yəni PES olsun, PUBG olsun, yəni hamısı köhnələrdir. Yəni nə qədər köhnə versiya var, hamısı oradadır uşaqlar. Yəni özünüz də görəcəksiniz, sadəcə səbirli olun, izləyin. Yerdən bir dənə kit tapdıq, kit belə olur. Görürsünüz. Məsələn, qrafiklərə baxın uşaqlar. İndi ki, məsələn, çoxlar deyir ki, köhnə Frafal daha yaxşı idi. Məsələn, bu qrafikdə qaqa siz oynamazdınız, məsələn. Mən deyim, şəxsən deyim, məsələn, xəritələr, məsələn, yeni xəritə gəlir, Frafal olsun, qrafik olsun. Qrafik gələndə deyirsən ki, qrafiklər bomba olubdu, yəni əslə doğru gedir. Yəni bu xəritədə oynamazdınız. Mənə bu fikrimə qatılanlar bir dənə yoruma yazsınlar uşaqlar. Görək kimlər, yəni bura kimi bizi izləyibdi. Yəni dediyim kimi, yəni qatılmazdınız. Yəni görürsünüz uşaqlar. Bu şəkildə belədir, bir xəritədir. Baxın, görürsünüz yəni. Nə bilmək uşaqlar. Görək də. İnşallah bu video partlayar. Yəni daha çox video çəkməyə çalışarım. Dəstəyiniz çox az uşaqlar. Dəstək göstərin. Bir dənə like atın. Like atmayanlar var. Bir dənə like tuşuna basın uşaqlar. Əlas. Deməli uşaqlar, özü 30 dəqiqə olur uşaqlar. 27 dəqiqə göstərir. Zulümdür ki bu. Yəni mod olduğu üçün belədir. Xəritəyə baxın uşaqlar bir dənə. Amma burada bir dənə ev, qabaqda ev olmalıdır. Yəni çox dəyişibdi qaqa. Cidden əgər, yəni tam yadımda deyil mənim 2018-in Frafali, amma yoxdur mu? Cidden çox dəyişibdi. Şu an bir də burada yumruq atmaq olmur, bilmirəm niyə. Bəlkə silah tapsaq nəsə eləyək. Burada da bax görürsünüz, vurmaq olmur. Yavaş-yavaş uşaqlar, oyunun qurulumuna keçək, yəni necə yüklüyürük. Hardan yüklüyürük. Keçməmişdən əvvəl bir dənə videoya like atın, kanala abunə olun ki daha çox video gəlsin, hilə videolar gəlsin. Yəni panel videolarımı da izləmək istəyənlər ki izləyirlər. Xəritəmiz də bu şəkildədir. Yəni xəritəni də özünüz görürsünüz. Yəni pis deyil uşaqlar, yəni normal xəritədir.
Sadəcə uşaqlar burada bəzi problemlər var. Nəysə. İndi keçirik uşaqlar. Hara? Keçirik Chrome-a, yəni ya da Google-a, ikisindən birinə. Burada Apkure yazdıqdan sonra Apkure-yə yükləyə bilərsiniz. Yəni saytın özündən də girə bilərsiniz. Girdikdən sonra burada Total Games yazır. Total Games, Total Games. Belə yazdım, Total Games. Yazdıqdan sonra bunu yüklüyorsunuz. Məndə yüklüdür, yəni bir də yükləməyə gərək yoxdur. Yüklədikdən sonra bir dənə gözləyim, bu sağ tərəfə keçirək. Aha, deməli açırıq bunu uşaqlar. Açdıqdan sonra bir dənə gözlüyün açılsın. Sizə belə bir yer gəldikdə burada iptala basın. Gözlüyün mən də basım, indi bir dənə oxuyum. Aha. Basdıqdan sonra çıxırıq və bura uşaqlar. Görürsüz, burada məsələn özünüz də görürsüz, GTA falan var. PES 2024 var. Yəni kompüter versiyasıdır. Mən bildiyim qədər. Uşaqlar, bura girirsiniz, nə yazsınız? Free yazsınız və 2 dənə seçenek çıxır uşaqlar. Biri 2017 və biri 2018. Biz 2018-də oynadıq. Siz də 2018-ə yükləməyinizi tövsiyə edirəm. 2018 daha yaxşıdır. 2017 qrafik çox zəifdir uşaqlar. Yəni hərəkət etdirməyiniz belə zəifdir. Təmiz əsəb xəstəsi olarsanız, əsəb xəstəsi nədir ala? Nəysə. Buradan girirsiniz yükləməyə uşaqlar. Görürsüz bu da. Girirsiniz bura. Bir dənə də bu yaşıla bassınız. Bizi atır Chrome-a. Chrome atdıqdan sonra yenə buradan basırıq buna. Atdıq və gördüyünüz kimi uşaqlar burada çıxdı. Buradan girirsiniz, yüklüysüz. Yəni çox sadə, çox yəni izahlı şəkildə izah elədim. Yəni inşallah başa düşürsüz. Yəni çətinliyini görmürəm. Total Games-i yüklüsüz. Total Games-i yüklədikdən sonra da girib oradan Free Fire yüklüsüz və açsınız. Yəni bu qədər sadə. Neysə uşaqlar, yavaş-yavaş videonun sonuna gəlirik. Bura kimi izləyibsizsə sağ olun, var olun. Kanala abunə olmağı yaddan çıxarmayın. Sevilirsiniz. Öptüm hamınızı, sağ olun. Bir dənə də bu açılsın, tam görün yəni. Bir dənə açılsın. Gördüyünüz kimi uşaqlar açıldı. Bu qədər sadə. Sağ olun, var olun.